Salam, axşam xeyir olsun değerli izleyiciler. Bugün de qatlama pişirdim. Bu bizim milli şirniyyatımızdır qatlama. Yani benim yaşıma göre gördüğüme kadar indiki cavanlar bilmez. Bəzi rayonlarda buna pişi deyirlər, amma biz qatlamadır. Bunun adı qatlama. O vaxtlar gəlin köçəndə qızların da dalından paltar aparılanda ən belə bərk gedən deyim, qoy belə bir şirniyyatımız buydu. Bir də ki, biz indi süd çörək deyirlər, amma bizim vaxtımızda ona deyirdilər ki, kömbə. Gəlinin paltar aparılanda, qohum qələbəsi dalından gedəndə qatlama bişirilərdi ləyənlərdə, vedrələrdə. Bir də ki, kömbə, bir də ki, indi o vaxtı da bu şəkər çörəyin o vaxtı da vaxtı var idi. Yəni onda da hamı evlərdə belə pişirib aparırdı. O vaxtlar şəkərbura paxlava Bakıda çox pişirilirdi. Rayonlarda o qədər də pişirilmirdi. İndi hər rayonun özünün nətəri Naxçıvan çökəsi, nə bilim Quba şirniyyatı, Gəncə paxlavası olan kimi. Bu da bizim əsas biz tərəfdə, Tovuz tərəfdə bu yəni gəlin köçən qızın dalından gedəndə bunu belə pişirib aparırdılar. Bu da bizim qatlamamız. Adətən mən çox pişirəndə, neçə yayğı pişirəndə 7 gündə olur. 7 eləyirəm, amma indi bu dəfə bir yorum elədim. O da bir yayğı olanda 8 gündə oldu. Ona da qatdım resepti 400 qram elə bir ki 2 stəkanla bir süd idi. 2 yumurta vurdum ona. 200 qramlıq stəkanın çox yarısından yuxarı kərə yağı əritdim. Başında duru yağla elə bil ki, yəni tamamlandı xəmirin ələ yapışmayan, amma bir də biraz 2 xörək qaşığı da pesok, 1 çay qaşığı da duz, bir də o xörək qaşığından da bir maya tökdüm. Hardasa bir yarım saatdən artıq qaldı. Xuna istəyirdi. Xunada qoydum. Biraz mayalandı. Sonra da yaydım. Bax, bu da pişirdim. Bu da aqibəti. Amma unu 5 stəkana yaxın hardasa getdi. Çox nəvəm başımı qatdı. Ölçü ilə eləmədim. İndi kimin 300 milli, 500 milli, kim çox pişirə bilir o. Hamı özü bilir ki, yəni un nə qədər getsə lazım olsa, ələ yapışmayan yaxşı bir xəmir, belə türklər deyir qulaq məməsi kimi, elə yumşaq formada belə bir xəmir olmalıdır. Bax, bu da kim hazırlamaq istəsə də hər kəsə də nuş olsun. Göz haqqınızı da halal eləyin. Kanala yenə deyirəm, dəstək olanlara minnətdarlığımızı bildiririk. Hər bir evə, eşiyə bol ruzi bərəkət arzuluyorum. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.